Bismillahirrahmanirrahim. Gecədir. İşdən yorğun gəlmisiniz. Bütün günün stresi, səs-küyü hələ də beyninizdədir. Evinizə girirsiniz. Qapını bağlayırsınız. Kilidi bir dəfə, bəzən 2 dəfə çevirirsiniz. Pəncərələri yoxluyursunuz. Zahirən hər şey təhlükəsizdir. Divarlarınız var, qapınız kilidlidir. Amma yatağınıza uzananda o qəribə his gəlir. Səbəbsiz bir narahatlıq. Sanki o dəmir qapılar, o qalın divarlar sizi qorumağa yetmir. Bəzən uşağınızın üzünə baxıb qorxursunuz. Gözlə görünməyən bir şər, bir xəstəlik, bir qəza ona toxunsa mən nə edərəm? Bəzən səhərə qədər kabuslar görürsünüz. Oyananda ürəyiniz döyünür. Həkimə gedirsiniz, sağlamsınız deyir. Amma siz hiss edirsiniz ki, evin içində, ruhunuzda bir ağırlıq var. Sanki mənfi bir enerji sizi dövriyə alıb. Baxın, əziz və dəyərli izləyicilər, bizim fiziki gücümüz, qapıya vurduğumuz kilidlər, bankdakı pullarımız bura qədərdir. Onlar bizi görünən düşməndən qoruya bilər. Bəs görünməyən, bəs o nəzər dediyimiz, vəsvəsə dediyimiz, insanın içini gəmirən o qorxular, onlara qarşı qapını necə kilidləyəcəksiniz? Sizə elə bir mənəvi zirehdən danışacağam ki, o insanın gücünün bitdiyi yerdə başlayır. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, bu ayə Quranın zirvəsidir və onun içində elə bir ad var ki, o adla dua edilərsə geri çevrilməz. Bu nağıl deyil, bu Ayətəl Kürsidir. Bugün öyrənəcəyik ki, niyə Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm bu ayəni cənnətin açarı adlandırdı. İmam Əli aleyhisselam Bədir gecəsində ölümün bir addımlığında bu ayənin sirrinə necə sığındı? Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmin bu ayə haqqında dediyi ən böyük həqiqətə baxaq. Səhabələr həmişə soruşardılar, Ya Rəsulallah, Allahın ismi əzəmi, yəni ən böyük adı hansıdır? Elə bir ad ki, onunla istənilən hər şey verilər. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm bir gün bu sirri açdı. Buyurdu, Allahın ismi əzəmi bu 2 ayənin içindədir. Birincisi, və ilahukum ilahun vahid ayəsi. İkincisi, Allahu la ilahə illəhuvel hayyul qəyyum ayəsi. Niyə məhz bu ayə? Çünki bu ayədə Allahın 2 sifəti yan-yana gəlir. Əl-Hayy, əbədi diri olan, heç vaxt ölməyən, həyatın mənbəyi. Əl-Qəyyum, kainatı, atomları, qalaktikaları və sizin həyatınızı hər an idarə edən, ayaqda tutan. Peyğəmbərimiz bizə öyrədir ki, siz Ayətəl Kürsini oxuyanda əslində Allahın ismi əzəmi ilə onu çağırırsınız. Təsəvvür edin, siz adi bir söz demirsiniz. Siz kainatın şifrəsini deyirsiniz. Ona görə də çətinlikdə düşəndə, borcunuz olanda, xəstəniz olanda Ayətəl Kürsini oxuyun və ardınca dua edin. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm zəmanət verir ki, o adın xatirinə qapılar açılar. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm bir gün səhabələrinin elmini və fərasətini yoxlamaq istədi. Übəy ibn Kəb radiyallahu anhu məsciddə idi. Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləm ona yaxınlaşdı və çox dərin bir sual verdi. Ey Əbəl Munzir! Allahın kitabında səninlə olan ayələrin hansı ən böyükdür, əzəmətlidir? Übəy əvvəlcə ədəb etdi. Allah və Rəsulu daha yaxşı bilir dedi. Amma Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm cavab istəyirdi. O bu həqiqəti insanların dilindən səslənməsini istəyirdi. Übəy ibn Kəb radiyallahu anhu Qur'anı zehnində vərəqlədi və titrək səslə cavab verdi. Allahu la ilahə illəhuvel hayyul qəyyum. Ayətəl Kürsi. Bu cavabı eşidən kainatın əfəndisi sallallahu aleyhi və aleyhi və səlləm sevincindən əlini Übəyyin köksünə vurub buyurdu. Ey Əbəl Munzir, elm sənə mübarək olsun. Afərin sənə. Düşünün, kainatda 6000-dən çox ayə var. Cənnət ayələri var, cəhənnəm ayələri var. Amma ən böyükü Ayətəl Kürsidir. Niyə? Çünki bu ayə birbaşa Allahı tanıdır. İçində insanın adı yoxdur, peyğəmbərlərin adı yoxdur, keçmiş hadisələr yoxdur. Başdan başa yalnız Allahın qüdrətidir. Kim bu ayəni oxuyarsa,
Allahın əzəmətinə toxunmuş olar. İmam Əli aleyhisselam elmin qapısı. O, Ayətəl Kürsiyə o qədər bağlı idi ki, bir gün Kufə minbərində belə buyurdu: "Mən İslamı dərk edib, ağıl sahibi olan bir müsəlmanın Ayətəl Kürsini oxumadan gecəni yatdığını təsəvvür edə bilmirəm." Bu cümləyə diqqət edin. Ağıl sahibi olan. Yəni, əgər bir insan bu qoruyuculuğu bilə-bilə oxumursa, deməli o özünü təhlükəyə atır, ağıllı davranmır. Sonra İmam Əli aleyhisselam əlavə etdi: "Əgər siz bu ayədə nə olduğunu, yəni hansı fəzilət və sirlərin gizləndiyini bilsəydiniz, onu heç vaxt tərk etməzdiniz. Sürünərək də olsa onu oxuyardınız." Və öz həyatından bir nümunə verdi. Peyğəmbərdən sallallahu aleyhi və alihi və səlləm bu ayənin fəzilətini eşitdiyim gündən bəri bir gecə də olsun onu tərk etmədim. Düşünün, Həzrəti Əli kimi bir qəhrəman döyüşlərdə, çətinliklərdə belə bunu tərk etmirsə, biz necə unuda bilərik? Siz hər gecə qapınızı bağlayırsınız, pəncərənizi bağlayırsınız, bəs qəlbinizin qapısını. İmam Əli bizə deyir ki, ağıllı insan silahsız yatmaz. Sizin mənəvi silahınız Ayətəl Kürsidir. Gəlin İmam Əlinin dilindən Peyğəmbərimizin ən çətin anında bu ayəyə necə sığındığını eşidək. İmam Əli aleyhisselam nəql edir ki, Bədir döyüşünün gecəsi idi. Sabah İslamın ən böyük, ən həlledici döyüşü olacaqdı. Düşmən bizdən qat-qat çox idi. Ölümlə üz-üzə idik. Hər kəs bir tərəfə çəkilib dincəlir və ya dua edirdi. Mən Peyğəmbərə baxdım. O bir ağacın altında səcdiyə qapanmışdı. Səhərə qədər, günəş doğana qədər yalnız bir cümləni, Ayətəl Kürsinin ürəyi olan o iki adı təkrar edirdi. Ya Hayyu, Ya Qayyum, Ya Hayyu, Ya Qayyum. Peyğəmbərimiz ordulara, silahlara yox, bu ayənin sirrinə sığınırdı. Çünki bilirdi ki, Həy, diri və qəyyum olan Allah onunla olarsa, heç kim ona qalib gələ bilməz. Nəticə nə oldu? 313 nəfər 1000 nəfərlik orduya qalib gəldi. Siz də daralanda, borc içində boğulanda, xəstəlik sizi sıxanda başqa yerə qaçmayın. Səcdiyə gedin və Peyğəmbəriniz kimi deyin: Ya Hayyu, Ya Qayyum. Gəlin bu ayənin içinə girək. Bu ayə sadəcə söz yığı deyil, həyatın formuludur. Baxın, Allah bizə nə deyir? Allahu la ilahe illahu, yəni Allahdan başqa ilah yoxdur. Bunu deyəndə beyninizdəki bütün qorxuları silirsiniz. Müdir nə deyər? Filankəs mənə zərər verərmi? Xeyr, ilah təkdir, güc təkdir. La təxuzuhu sinətun və la nəum, yəni onu nə mürgü tutar, nə də yuxu. Baxın, insanın ən böyük ehtiyacı budur, güvən. Siz yatırsınız, acizsiniz, uşağınız yatır, amma sizi qoruyan oyaqdır. Bir mühafizə tutsanız, o da yatar, amma Allah yatmaz. Bu cümləni deyəndə hiss edin, mən tək deyiləm. Vəsiyə kürsiyyuhus səmavati vəl-ard, yəni onun kürsüsü, yəni elmi və hükümlüyü göyləri və yeri əhatə etmişdir. İndi öz probleminizi düşünün, borcunuzu, xəstəliyinizi, sonra göyləri düşünün, kainatı, ulduzları düşünün. Sizin probleminiz bu böyüklüyün yanında bir toz dənəsi belə deyil. Böyük olan Allahdır, dərdiniz deyil. وَلَا يَعُودُهُ حِفْزُهُمَا, yəni onları qorumağa ona ağır gəlməz. Allah üçün sizi qorumaq, kainatı qorumaqdan daha çətin deyil. Ona görə rahat olun. Bunu necə həll edəcəyəm, deməyin. Qəyyum olan Allah həll edər. İndi isə, əziz və dəyərli izləyicilər, sizdən xahiş edirəm, harada olursunuzsa olun, gözlərinizi yumun, mənimlə birlikdə bu mübarək ayəni cümlə-cümlə təkrar edin. Allahu la ilahe illa huvel hayyul qayyum. Allah, ondan başqa ilah yoxdur. O, diridir. O, hər şeyi tutandır. Mən sənə söykəndim, Rəbbim. La təxuzuhu sinətun və la nəum. Sən yatmırsan, sən unutmursan. Mən qafiləm, sən ayıqsan, məni qoru. Ləhu mə fis-səmavati və mə fil-ard. Hər şey sənindir, mən də səninəm, sahibim sənsən. Və la ya'uduhu hifzuhuma. Məni qorumaq sənə çətin deyil, mənə ağır gələn sənə asandır.
Və huvəl aliyyul azim. Və o ucadır, böyükdür. Sən böyüksən Allahım, sən böyüksən. Həyatının hər anında, istər səhərin açılarkən, istərsə də çətinliklə üzləşərkən bu ayəni oxu. Qoy o qaranlıq hisslər, o vəsvəsələr səndən uzaq dursun. Əgər bu video sənin qəlbində bir güvən hissi yaratdısa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək ol, kanalımıza abunə ol və rəy bölməsində bu ilahi zirehi geyindiyini bildirmək üçün bunu yaz. Ya Hayyu, Ya Qayyum, sənə sığındım. Könlünüz rahat, Allah hər daim yar və yardımçınız olsun. Hələlik, Allah amanında.